Media Liga. Media Liga. Sen haberi yoktu ne oldu? 2-0 unutma. Biz komanda olarak dostluk. Meydanda da meydandan kenarda da. Bu bizim üstünlüğümüzdür. Bu bizim şampiyon olmamızın ilk adımı. İnşallah. İnşallah her şey yaxşı olur. Vallahi inanın özünüzə, hər şey yaxşı olacaq. Allahın izni ilə var başqa adam düz. Bəli, hörmətli tamaşaçılar, bugün çox möhtəşəm bir oyunla sizin qarşınızdayıq. Aslan Wolves və Aslan komandası üzbəüz. White Wolves komandasının ilk 11'liyi gördüğün kimi qapını Kamal Bayramov keçmiş Turan Tovuzun qapısı, möhtəşəm qolkiper. Bəli, müdafiənin sağında Ruslan Əmircanov, müdafiənin mərkəzində Maksim Medvedev. Yəni hər ikisi əfsanəvi futbolçulardan ibarətdir və müdafiənin solunda Emin. Yarım müdafiə xətti Tamerlan, Mətin, Rafael, Nihat, mən özüm. 10 nömrə mövqeyində Əli və hücumun 2-0 hücumda Rauf Əliyev keçmiş milli komandamızın futbolçusu. Və Sabir Samiroğlu, möhtəşəm Yaxşı bir heyətdir və zəhmət olmasa baş məhdimizi də açıqlayın. Baş məhdisi Pilağa Mehdiyev. Asliyon komandasını sizlərə təqdim edirəm. Fədəlov, Lazik, Təbriz, Hüseyin, Elmar, Part 2. Ondan əlavə Tempo, Aron, Əli, Həmid, Ramin, Binyaminov və Niko kapitan. Baş məhdisi isə İlqar, Əli, Tempo, Maksim Medvedevi altı yerə qoymaq istəyir. Tempo, və Kamal Bayramov. Əlindən buraxdı sanki orada topu, amma yenə də topu götürə bildi. Burada Maksim Eminə Kamal vurğuluyur ki, sən orada içəri get. Yəni, mən gedirəm oyuncu üzərindən. Sanki bir-birlərini başa düşmürlər burada Maksim Medvedev və Emin. Amma belə futbolda belə şeylər olur. Rafael toplandı, Rafael'in ötürməsi, Əli'nin yedi burada, Əli'nin pası, Sabir Samiroğlu! Sabir! Bir balaca top sürətli idi, yoxsa Sabir çata bilmədi, onun mənə sanki qapıcı da yaxşı oldu, amma burada qapıcıya qarşı bir qayda pozuntusu oldu İlqar, onu vurğulayaq. Sabir istəmədən yəni bunu etdi, sadəcə olaraq özünü saxlamalıydı orada, yəni bu başa düşüləndir burada. Sabir də burada çox pis yerə yıxıldı İlqar, onu da vurğulamaq istəyirəm. O özünü də zədələyə bilərdi hətta, yəni gördüyünüz kimi zədələni bal-hazırda. həkimlər daxil oldu stadiona. Bilirsən ki, Media Liqada yeni mövsümdə, yəni bu mövsümdə, 3-cü sezonda 4 dənə futbolçunu əlavə eləmək olar. Yəni əvvəlki qaydalarda bu yox idi, amma indiki qaydalarda 4 dənə professional keçmiş karyerasını bitirmiş futbolçudan əlavəsi olmaz mən bilən. 4 dənə tamamları, bəli. Burada qapıcı dəyişikliyinə artıq dəyişiklikləri eləyir, qapıcı zədələndi. Bəli, yerinə daxil olur Ağayev. Emil Bədalova da burada şəfalar arzu edirik. İnşallah ən qısa zamanda Asliyon komandasına geri dönər. Oyun davam edir. Ağayev toplandı. Təbriz hal-hazırda toplandı. Lazik nə edə bilər? Aron oynayır, Tempo yenə top istəyir, amma burada Mətin nə edirsən sən? Mətin bir dənə qəşəng pas, kim toplandı? Nihat İskəndərov. Nihatdan pası! Oy! Əslində yaxşı pas vermişəm burada, məncə də. Özüm bəyənirəm hal-hazırda. Nihat nə edəcək? Topu komandasında saxlayır, çox soyuqqanlı davrandı. Özümü yaxşı eləyim. Mətinin pası yoxsa yox. Rafael topa bir balaca çata bilmədi. Burada bu əslində pas Sabirə düşünülmüş bir pas idi. Offside da yox idi gördüyünüz kimi. Amma qapıcı yaxşı davrandı. Tutdu. Bəli. Tamerlanı görürük biz. Tamerlan baxır ileriyə, yenə nəsə pas fikirləşir. Əli nə edəcək burada? Əli dayanmadan. Bəli, topu saxlamaq istədi Nihat. Yox. Hüseyin. Ruslan Əmircanovdan möhtəşəm pas Sabir Samiroğlu. Rafael'in yedək. Rafael! Əslində pis deyildi zərbə, trajektoriyası yaxşı idi, amma biraz qapının üstündən getdi, bəli. Bax, bir dənə burada göstəreyim, yəni əslində qəşəng fikir idi, əla fikir idi. Eynən, yəni uzaq 9-luğu fikirləşdi, belə deyim. Kamal Bayramov.
Kamal Bayramovdan Sabirə düşünülmüş bir ötürmə idi, amma Hüseyn Qapçı ilə oynayacaq çox bəli, güman ki, Ağayev. Sabir də pressinqlə yadda qaldı orada, amma komanda Sabir Sabiroğlu. Möhtəşəm zərbə idi. Plağanın orada mən Plağa Mehdiyevin reaksiyasını gördüm. Biraz elə bir Möhtəşəm idi həqiqətən. Möhtəşəm zərbə idi və amma zərbə əla idi həqiqətən. qəşəng zərbə idi. Burada topla Tempo qatır, yenə həmişəki kimi Maksim Medvedev. Burada nələr baş verir qar? Burada nələr oldu? Maksim Medvedev sanki biraz Qar orada Əliyev necə əsəbləşir? Məcid Hüseynov. yaxşı davranmamışdı, amma bəli. Yəni yəni %100 gol bizə də ola bilərdi. Rauf Əliyev nə edəcək burada? Rauf Əliyev topla rəqs edir sanki. Eynən, mən də onu deyəcəkdim. Yəni həqiqətən gördü o ətrafında. İskəndərova. Yəni Rauf Əliyev həqiqətən başqa nə edə bilər? Nihad nə ilə yadda qalacaq? Nihad və hakim nəyi göstərir orada? Penalti nöqtəsini göstərir Plağa Mehdi. Yəni mən həqiqətən orada mənə toxunmuş olduğunu özüm də hiss eləmişdim və hakim çox yaxşı bir yerdə gördü onu. Baxın, özünüz də rakusdan buradan baxın o, yəni burada topla əlaqəsi. Hüseyn səhv eləməmsə qayıt pozisiya eləyən. Özünə bax buradan yaxın rakusdan görəcəksən. Ayaq atdığı yerdə Bəli, penaltini qazandım komandama. Yəni belə deyim, sonrasını xatırlamaq istəmirəm amma. sonrasını mən bilmirəm, yadımdan çıxıb. Yəni həqiqətən hər bir rakusdan baxanda görünür ki, burada penalti. Bəli, başqa cür bir şey ola bilməz. Hakim çox gözəl, yəni Gülzarla söhbət eləyir, danışır ki, yəni burada penalti yox idi. Bəlkə də demək istəyir ki, bizə qarşı penalti var idi, vallahi bilmədim orada nə oldu. Sabir Samiroğlu hal-hazırda penaltini yerinə yetirəcək. Sabir bunu vur, komandamızı 1-0 önə çıxart. Bəli, bunu demək istəyirəm sənə. Sabir Samiroğlu sanki Cristiano Ronaldo kimidir o, fikir versən. Odat nöqtəsi. Bismillah da deyəcək məncə orada. Nə edəcək Sabir burada? Topa yaxınlaşmaq istəyir artıq, hazırlanır. Sabir, qapı qarşısına zərbə! Burada topu direği de var idi. Ne oldu? Burada yeni kutu oldu. Yok, İqbal Əliyevin penaltı zərbəsindən sonra. Məcid Hüseynov Hər kəs sevinir, həqiqətən sevinir. Niko da kapitan olaraq sevinir. Yəni haqq edirlər bu sevincə. Yəni qapıçının çox möhtəşəm bir reaksiyası var idi orada. Yəni bir dənə qapıçı əllə toxundu. Sonra qapıçı atına top dəydi və qapıçıya qarşı burada faul oldu sonrasında. Amma penaltı zərbəsi çox möhtəşəm idi və qapıçının reaksiyası da Sabir əllə toxunmuşdu axı. aha ola bilər. Bəli, bəli. Qapıçıya qarşı Sabir Azərkeşlərimiz də var. Rafael. Lazik. Yaxşı sanki simulyasiya kimi gördüm orada. Mətin topu almaq istəyirdi. Tempo yenə qaçır. Tempo qaçmaqdan dayana bilmədi. Yəni bu insan Tempo, qapı qarşısına pas. Zərbə! Möhtəşəm zərbə, möhtəşəm pas. zərbəni indirən də Ramazan idi. İlqar bunu qeyd eləmək istəyirəm sənə. Ramazan, bəli. Bəli, yəni zərbə idi. Plağa yenə burada əsəbləşir ki, yəni necə bu qədər boşluq verə bilirik. Yəni məncə bunu demək istədim. Temponun pası da çox yaxşı idi. Zərbə də ayağa çox yaxşı oturmuşdu. Sadəcə bir balaca dəqiqlik çatışmadı. Tempo yenə qaçır. Tempo artıq o qədər qaçdı ki, yəni Emin biz qarşısındadır və Kamal Bayramov. Bəli, bəli. Ağayev. Ağayevdən pas. Kim idi o? İslam idi, səhv eləmirəmsə. Tempo, əsərmət tamaşasılar. Niko yox, Niko'dur. Niko Top qarnına dəydi. Bəli. Bəli, qarnına dəydi. Maksim Eli də orada heç O boşluq olur qarnında, yəni başa düşdüm nə demək istəyirsən. qarnına dəydi top. Bəli, yəni başa düşülən bir vəziyyətdir. Yəni deyəsən qarnına dəydi. Yəni danışa bilmədim özüm. Mən də danışa bilmədim. Yəni burada hal-hazırda zədələnib komandanın özdə döyünən ürəyi kapitanıdır, bəli. Yəni həqiqətən bu komandanı ayaq üstə saxlayan insanlardan bəlkə də ən başa gələnlərdən biridir. Bu olan şeylərdir. Plağa oyuna daxil olmaq istəyir. olmaq istəyir, məncə oynamaq istəyir. Oynamaq istəyir. Yəni oynamaq istəyirsə mən öz yerimi verə bilərəm ona. Hakimlə diyaloqu var. mübahisə Hakim edir. deyir ki, dayan bu dəqiqə çıxardacam qırmızı. Rafael də Plağanın yanındadır. Yəni burada hakim faul verdi ümumiyyətlə, yoxsa? yəni burada İlqar da gəlir. İlqar sən özün də gəlmirsən bura. Mən bilmirəm nəyə görə gəlmişəm. Yadından çıxıb məndə sən nəyə görə gəldiyin. Söhbətləşirlər. Bəli. Oyun axırında yüklənəndə gərək poldu, yəni döyüşən sastavımızı buraxaq önə. İslam, sol kray işlə, sol krayın üzrünə işləmir. Yəni bildiğiniz sənə
Sol kray bacardığın qədər. Həmişə bacardığın nədir Allahdan. Elə. Abbas Ramazanov qalır. Bir dənə də hücumçu mənim. İkisinin arasında qalıram. Bu da birə-bir qalır. Yəni həmişə bir nəfər Abbasla qalsın. Dolma ayaqları. 15 dəqiqə dincəlsən. 15 dəqiqə oynayasın. O aldı, sol kırır boşda, bir də alt qabağı kim pres ediyor burada? Bəs ki, bu gün qapıda duracaq Fərid qardaşımıza sağ ol deyir ki, mən alır qardaşım. Ay, biz geri dönüş eləməliyik. Rəqib də elə deyir ki, sizlə düşsün, sizlə qalaysın. Orada qalan hissəsi, burada çoxluqda tutulur. Oynayanlar, oynamayanlar, mən bayaqdan qıraqdan baxıram, Allah'ın olsun bir dənə adam ağzı gözəlmir. Çünki bu komandanın birliyini göstərir. Bu komandanın gücü birlikdədir. Bu komandanın gücü bizim dost qardaş olmağımızdadır. İnşallah ki, bugün qələbəyə layiqli bizik. Çünki polada döyüşəndə bizik. Geri dönüş eləyən də biz olacaq. Getdik. 1, 2, 3, Verəcək, Allah haqqı verəcək. Ay istifadə edin də qardaş. Bəli, İlqar, artıq ikinci hissə başlayır. Hakim fitini çaldı, əziz-hörmətli tamaşaçılar, əziz-hörmətli izləyicilər. Sabir Samirov topu promo verdi. Bəli, bildiyiniz kimi belə də olmalı. Fair play qaydalarına Altın Mətləboğlu. Ruslan Əmircanov. Ruslandan möhtəşəm bir pas. Oy, gözəl ötürməkdir. Rafael bitirməliydi. Bəli. Sabir Samirov da pas verə bilərdi. Bəli, ya verib, ya özü bitirə bilərdi. Onun təkrarına baxmaq İlqar lazım. Əliyev, sakit, tempo aşağı salın. Rafael özünə heyslənir burada. Bəli. Yəni 100% qol epizodunu Topu düzgün saxlaya bilmədi. Məsələ o idi və burada penalti ola bilər yoxsa? Yox. Həqiqətən Lazik çox yaxşı bir müdafiə ilə yadda qala bilir. Bunu vurğulayaq. Yəni Lazik möhtəşəm. rəqib də olsa bir igidi öldür amma haqqını yemə. Bəli. Mətin topu küncdən zərbədən qaldırmaq istəyir. Burada nələr baş verir? İskəndərov. Nihat topu yerə salmaq istədi amma hakim dedi ki, Əllə toxunuş oyundan fayda kənar oldu. vəziyyət. Bəli. O da ola bilər. Hər ikisindən biri oldu. İslam Mehrəliyev necə qaçır? Rauf Əliyev İlqar. Rauf Əliyevdən möhtəşəm bir pas. Ruslan Əmircanov. Ruslandan möhtəşəm bir pas. Sabir Samiroğlu. Müdafilə də var idi ona qarşı. Təbriz ona müdafilə eləmişdi. Bir balaca bu tərəfə gəlsəydi məncə Sabir sanki topu gözlədi orada. Yəni topa doğru gəlmədi. Tempo yenə qaçır. tempoda. Bu insan yorula bilir. Niko. Bax bu qarşıda Maksim Medvedevdən möhtəşəm müdafilə. Bəli, yəni bilinir də bu insan, yəni bu insan haqqında nə danışa bilərsən ki? Sadəcə olaraq möhtəşəm. Ay. Topla Asyon komandası arxadan başlamaq istəyir. 70-ci dəqiqə Dilqar, onu da vurğulamaq istəyirəm sənə. Hələ də oyunun hesabı 0-0 davam eləyir. Tempo top çıxmamışdı. Tempo yenə də yanmaq bilmir. Temponun pası. Niko neyniyəcək? Oy. Amma çox gözəl bir pas idi Dilqar. Qəşəng pas idi. Yəni 70-ci dəqiqəyə doğru gedirik. 67-ci dəqiqədə yenə bu insan belə qaçıb, belə bir pas verə bilir. Tempo aşağı salmır fikir. Bəli, yəni tempo adı üstündə. Halaldır həqiqətən. Möhtəşəmsən bro. Maksim Medvedev sanki bir balaca boşluq vermişdi burada İlqar, amma o da başa düşüləndir. Mən toplanam, topu içəri qaldırdım. Əslində bir pis düşüncə deyil, sanki bir balaca pas zəif oldu. Lazik toplandı. Lazik top itirir. Mətindən möhtəşəm bir pas. Rauf Əliyev zərbə və Hüseyn topu saxlayır amma qayda pozuntusu. İkinci dəfə hoca qayda pozuntusu. Bəli, baxaq burada yaxın Rakusa. Baxa, bəli. Arxadan tapdalanma var idi. Ruslan Əmircanov. Ruslan Əmircanov qapıqla zərbə. İlqar oğlunu görürəm mən burada. Oyunda görməsəm də Altun ehtiyac komandı kimlər var? Necə hifzləndi? Möhtəşəm zərbə idi İlqar. Sən bunun bir balaca qapıya gedəcəyini düşün bu zərbənin. Yəni qarşısı alınmaz zərbələrdən biri həqiqətən. Ruslan Əmircanov haqqında nə deyə bilərsən ki başqa? Yəni Mətin. Nihat İskəndərov. Yoxsa Rafaeldir bu, bəli. Bəli, Rafaeldir amma oyun davam elədi. Yəni yoxdur dedi, göz oldu bu. Mənə çatmadı o. Bəli, yəni mənə oyunda da mənə çatmamışdı, birində də mənə çatmadı. Nikodan köşə. Kemal! Ne edirsən sən Kemal?
Möhtəşəmsən Kamal. Möhtəşəm seyf. Sadəcə olaraq yəni öz performansını göstərdi Sevinmək Kamal. istəyirdi, amma Kamal imkan vermir buna. Kamal Bayramov. Həqiqətən Emi gözləmirdi məncə ya. Kamal Bayramovdan möhtəşəm yəni qurtarış idi bu. 1-1 idi. Yəni %100 qol epizodu və bu qola imkan vermədi Kamal Bayramov. Ruslan Əmircanovdan möhtəşəm bir ötürmə və Rafael ağlında artıq o zərbəni indirmək. yoxsa Lozik həqiqətən oyunda çox yaxşı möhtəşəm oynayır. idi. Mətindən amma biraz almadı. Doktor Rəşid də oyunda da hal-hazırda Rəşiddən möhtəşəm. Sabir Samiroğlu. Bu səfər də qayıt yox idi məndə. Bəli, Sabir Niko nəsə narahatlığını bildirir. Əsəbləri tarıma çəkilir. Bəli, Nonim haqqında idi. Nonim haqqında. Bəli, nəsə bir problem var oyunda. Düşüb oyunda. Nikonun əsəbləşməyini mən başa düşürəm, çünki onun komandasında zamanında no-name yox idi, amma bizim komandada no-name olduğuna görə biz dəyişiklik eləmişdik. Onun üçün amma oyun qaldığı yerdən davam eləyir. Skorlaşma düşdü və Kamal Bayramov toplandı. Gülzar bütün söhbətləri həll elədi orada. Sonra necə həll elədisə oyun nəsə alınmadı. Nələr edirsən Niko? O topu sata bilmədi. Gülağa Mehdiyevin beyni çönüb. Çox əsəbləşdi hər kəs. İlqar Əliyev çox belə məyuslandı ki, bu top necə qaçar? Hə, Keydinin, Nikonun atasının olduğu bu. Bu arada Nihad bilirsən də, Nikonun atası da İlqar Əliyev. Bəli, yəni mən çox bəyənirəm baş məşqçi olaraq onu həqiqətən. Mən Nikon özü belə, Nikonun atası baş məşqçi olaraq, həm baş məşqçi olaraq, həm şəxsiyyət olaraq. Həqiqətən çox möhtəşəm. İlqar Əliyev çox möhtəşəm bir insandır. Bəli. Top sadəcə olaraq burada bir balaca qabağına atdı. Topa çata bilmədi. Məsələ o idi. Atkatla da girə bilərdin, vura bilərdin. Bəli, hər şey ola bilərdi. Heyvan Maksim Medvedev də özünü çatdırdı burada və ona görə İlqar zədələndi. O qədər qaçdıqdan sonra. Həqiqətən ona görə zədələnib. Bəli. Çünki mən oyunda olmamışam deyənə bilmirəm onları. Yəni özün də görürsən. Bəli, kimlər daxil oldu? Əli, Rafaeldən pas. İlqar Vüqaroğlu oyundadır. Bəli, İlqar topla da hal-hazırda uşaqlar gördüyünüz kimi tempo gəldi yanına. Lazik, Əliyev, İlqar bir-birlərinə mane olurlar hal-hazırda. Əliyev. Əli nə edəcək oradan? Əli topu atıb qaçmaq istəyir. Və ona qarşı faul var. Təbriz ona qarşı kobud davrandı burada. Burada məncə sarı dərəcə ilə də yadda qala bilərdi bu epizod. Azərkeşlərimiz də buradadır. Emil Fərzəliyevi görürəm hal-hazırda mən orada. Ruslan Əmircanov qapı qarşısına ötürmə. Ruslan Rauf Əliyev! White Volve! 1-0 öndədir. Nihat İskəndərovla Altun Mətləboğlu bir də qaçılır. Dəşəm, bu gol bilirsiniz nəyə görə olur? Gəlin mən sizə açıq danışam. Çünki İlqar Vüqaroğlu meydana girdi. Bəli, mən də görürəm. George Qafarov da gəldi burada. Görün, necə sevinclə İlqar Vüqaroğlu almışdır ki, mən oyundayam deyənə olur bunlar. Burada oyundan kənar vəziyyət səncə var idi İlqar yoxsa? Məncə yox idi. Hər şey qayda qanununda idi. Bəli. Gördüyünüz kimi Rauf Əliyev necə lazımdır. Yəni möhtəşəm. Hele də bitirdi. Möhtəşəm sonluq. White Wolves komandası 1-0 öndə. Özə dəqiqəyə bax İlqar. 90-cı dəqiqə, 90-cı dəqiqə, bəli. Rauf Əliyev. Nə demək olar ki başqa? Rauf Əliyev 1-0 öndə. Qırmızı top oyuna daxil olacaq və Media Liqada belə bir qanun var ki, qayda qanun. Qırmızı top oyuna daxil olduqda artıq topla bir dənə qol, 2 qol sayılır. Yəni bir dənə vurdun, 2 qol sayılır. Onun üçün Nihat İskəndərova tapşırıqlar verilir. İlqar Vüqaroğlu oyunda olduğu dönəmdə qol vurulub. Yəni möhtəşəmdir İlqar Vüqaroğlu. Daxil eləmək istəyir, plana Mehdiyev yəqin ki. Bəli. İlqar Vüqaroğlu hal-hazırda pressing eləyir.
Bəli, qaçır. Necə qaçıram ay Allah. Bəli. Burada ötürmə cərimə mentazasına, amma yaxşı bir ötürmə deyildi. Oyundadır. Real. Real möhtəşəm keçid Realdan. Real. İlqar Vüqarlı top gözləyir. Real. Real sanki orada zaman oynayır. Bəli, vaxtı istəyir. Real. Başa düşüləndir. Yəni orada 3-cü dəqiqə artıq tamamlanır. 5-ci Qırmızı top dəqiqə. artıq meydandan çıxdı səhv eləmirəmsə, bəli, artıq qırmızı top meydandan çıxıb. Yəni qol olmadı qırmızı top. Realdan möhtəşəm bir pas. Kimdir bu qaçan? Nihat İskəndərov, əziz hörmətli tamaşaçılar. Nihat İskəndərov nə edəcək? Nihatdan Rafael Dabanla pas. Rafael nə edəcək? Rafael nə edəcək? Tamerlan nə edə bilər burada? Susum artıq. Tamerlan nə elədin sən? Mən olsam susardım orada bu qola. Yəni sanki bitirdi hər şeyi Tamerlan. Bu necə zərbədir? Möhtəşəm. Sən David Beckhamsan, yoxsa Sən Kvarasan, sən Ronaldosan, sən nə bilim, möhtəşəmsən. Andre Pirlo'la mənə xatırlatdın. Çox möhtəşəm bir zərbə idi. Yenə də İlqar Vüqaroğlu'nu nəzərinizə çatdırım. Oyunda oldu deyən oldular. Bəli, mən də elə fikirləşirəm. Yəni yoxsa bu zərbə heç vaxt oradan bu qədər dəqiqə alına bilməzdi. Möhtəşəm. Tamerlan öz komanda yoldaşını deyə demirəm, amma həqiqətən çox möhtəşəm bir gol idi. Amma Tamerlan həqiqətən çox güclü oyuncudur. Çox yaxşı oyuncudur, onu da vurğulamaq lazımdır. Sanki bu qolu ilə yenə demək istəyirəm, hər şeyin nöqtəsini qoydu. Iniesta, Xavi, nə bilim, nə deyim. Nə edə bilər qapıçı bu zərbəyə necə qarşı? sevinir. Biz və Aslion komandası peşəkar futbolçu sayını keçdiyimizə görə bu oyun tayfirə salındı. Ona görə də biz qələbə qazanmışdıq, amma alınmadı. Amma bir dənə də sən onu Yenidən demək oyun istəyirəm. oldu, 0-0 və 1 xal hərəmizə götürdük. Amma yenə də bir şey demək istəyirəm, valla hər iki tərəfdə limit aşılsa belə bu Möhtəşəm oyun idi. Bəli. Ən çox aksiyona məncə sərf elədi. Yəni onu demək istəyirəm, onu vurğulamaq istəyirəm. Yəni Bir məsələ haqqında danışmaq istəyirəm. O möhtəşəm oyuncunu niyə oyuna salmırlar? Kimdən sonra? İlqar Vüqaroğlu'dan. Mən də o çox maraqlı gəldi. Yəni bu kapitanın mı günahıdır, baş məhdinin mi günahıdır? Mən fikir verirəm, görürəm. Yəni 2-0 olduqda o insan meydanda olur. O, bəli, yəni o artıq komandaya düşərli bir oyuncudur. Hətta ayağına top dəydi. Top dəysə gör nəyin. Görün, ayısı onu da işləmək lazımdır. Bu zarafatdır. Mən İlqar Vüqaroğlu və Nihat İskəndərov. Nəsə bir şeyimiz olubsa, bir səhvimiz olubsa bizi üzürlü sayırsınız. Üzürlü şərsi deyil yalnızda. Kommentdə cubbalamayın, zəhmət olmasın. Oldu, programımızı sağ olun. Qələbə gözləyirdim. Bu gün mənim ad günümdür. Uşaqlar sağ olsun. Mənim üçün ad günü hədiyyəsi. Qalib bizi!